Siz deyirsiniz ki, qiyamət günü olacaq, hesab günü olacaq. Bəs öldükdən sonra o hesab olmasa necə? Sizin neçə illik dəvətiniz, çabanız boşa getməyəcəkmi? Peşman olmayacaqsınızmı? Sən deyirsən ki, qiyamət günü yoxdur. Haqq hesab olmayacaq. Ona görə də istədiyin kimi yaşaya bilərsən. Günahlar edə bilərsən, haqq yeyə bilərsən, ədalətsizlik eləyə bilərsən. Belə halda bəs qiyamət günü olsa nə edəcəksən? Həqiqətən haqq hesab çəkilsə nə edəcəksən? Əmin ol ki, belə olsa mənim vəziyyətim səninkindən pis olmayacaq. Bu ədalətsiz dünyada haqq hesaba inanaraq yaşamaq, Allahın əmirlərinə uyaraq yaşamaq, Allah Rəsulunun sünnəsi ilə yaşamaq, hər halda haqq hesab olarmı, olmazmı deyə şübhə ilə öz başına sərgədan yaşamaqdan daha yaxşıdır. Gec-tez hər kəs etdiyinin hesabını verəcəkdir. Müsəlmanın bütün həyatı da o hesaba hazırlaşmaqdır. Müsəlmanın həyat tərzi ilə qeyri-müsəlmanın həyat tərzi arasındakı fərq də elə budur. Axirətə iman.